Salamlar, vaxtınız xeyir. Bugün sizə torrentdən fayl yükləməyi göstərdim. Eynilə də hansı torrent fayllarını, yəni daha hansı torrent proqramını istifadə etməlisiniz, hansı şeyləri etməlisiniz, hansı saytlarda yükləməlisiniz, bu barədə sizə məlumat vermək istəyirəm. İlkin növbədə özümlə istifadə etdiyi torrent proqramını yükləməyə başlayaq. Bu torrent və ya mTorrent əzərəkdə belə deyək, yükləyə bilərsiniz. Sayta daxil olursunuz. Sayta daxil olanda diqqət edin, bu yox. Bu webdə açmağı kömək edir. Yəni, yox, mən tətbiqi öz kompüterimdə olmasını istəmirəm və s. deyir. Bunu seçə bilərsiniz, amma mən bunu məsləhət görürəm. Çünki internet və s. getdiyi halda belə qaldığınız yerdən davam edib yükləyə bilirsiniz yenə də. Web versiyada da olur, amma bəzən mən bilirsiniz, xəta yaşamışam, sizin yaşamağınızı istəmirəm. Bu yükləməni etmədən əvvəl daxil olursunuz buradan təhlükəsizlik ayarlarına. Real əsas burada olan bağlamalı olduğunuz şey real zamanda yəni yoxlamağı dayandırmaq. Yəni bu. Bunları da söndürə bilərsiniz, fərqi yoxdur. Amma əsas bu. Real zamanda yoxladığı üçün bilavasitə fayl sonra atdığınız zaman tamamını silə bilirsiniz. Eynilə internet icazələrini bunlar verməyə çox ehtiyacı yoxdur. Açıq desəm. Bunları söndürdükdən sonra gəlib buradan devam edirik. Yaddaşı yazılır. Yükləməyə keçək. Baxın, burada olan yazmada diqqət etmək lazım. Çoxu yükləyən vaxtı dəxilsiz başqa proqramlar yükləndiyi sayı o problemlərlə qarşılaşırlar. Ona görə də məsələn, burada deyir ki, yəni buranı oxuyun, run endpoint projector yükləyir. Bu lazım deyil. Burada bunu belə deyil, ləğv edin. Bir də məsələn, burada deyir ki, məsələn deyil, hani ekranda deyil, konvoy yaxın nəqlimlər, bunlar deyil. Amma əsas bundan sonraki ayarlardır. Burada məsələn, bir kompüter başladıldıqda deyil, yəni start edildikdə uTorrent proqramında başlayır. Bunu söndürün, mazgı edəcəksiniz açıq. Çünki hər bir kompüter açanda bu da açılır. Əgər biraz zəif cihaz işlədirsə, bu sizi tapacaq mazgı edir, çünki kompüter donur. İndi keçək, bilavasitə torrent hansı saytdan istifadə etmək lazımdır və hansı saytlardan yükləmək daha məqsədə uyğundur. İlkin olaraq, mən ən çox istifadə etdiyim sayt Rootmaker'dir. Bilavasitə qeydiyyatdan keçə bilərsiniz bu saytdan. Özünüzdə məsələn, qeydiyyatdan keçib üstünlük varsa axtarışlar edə bilirsiniz. Yəni, sayt içində axtarış etmək ilk növbədə sizə lazım olan şey, necə deyərlər, qeydiyyatdan keçməkdir, amma məsləhət özünüzün, yəni bilavasitə buradan da məsələn şey edə bilərsiniz. Məsələn, mən Mongoose yazdım axırına, səbəbini də deyim sizə. Mongoose mənim güvəndiyim ən böyük developer. Daha doğrusu developer deyim, burada özünü necə tanımlayırsa, həmin şəxs bilmirəm. Amma bu şəxsin paylaşdığı mən heç bir faylda hər hansı bir yoxlama vaxtı və s. virus proqramları bir kənara, özüm belə yoxladım, hər hansı bir xəta ilə qarşılaşmamışam. Yəni virus təhlükəsi və s. heç bir şey qarşıma çıxmıyor. Ona görə mən bu şəxsin belə deyim, paylaşdığı bütün faylları yükləməm. Demək olar ki, kompüterimdə Windows belə trek olaraq bunundur, yəni hər şey bu adamındır, yəni belə deyim. Yəni əgər doğrudan da belə deyim, kompüterə hər hansı bir belə deyim, uzaqdan müdaxilə edirsə halaldır. Yəni zaten çünki bu vaxta qədər bunun belə deyim, paylaşdığı heç bir proqramdan və s. problem yaşamamışam. Və bu saytlar nəyə görə mən bu saytı istifadə edirəm, onu da izah edim. Burada məsələn, adi belə deyim də, gördüyünüz ki, nə qədər rəylər və s. Altda birincisi forumu olduğuna görə, həm forum, həm tətbiq paylaşıldığına görə, burada bilavasitə sizə topiklər və s. olur, hamısı gerisində açıqda yaşayıbdır. Aşağı düşdüyünüzdə məsələn izah edir, məsələn buna cavab verir bu şəxs. Yəni bir-birinə həm kömək olurlar, nəsə problem yaşadıqsa girib yazıb kömək dəstək ala bilirsiniz. Plus da nəsə virus çıxdıqda və s. daxil olub onu silə bilir. Məsələn, bir şey yükləmədən də əvvəl, məsələn, burada tarix var. Baxın bu tarixə, məsələn, bu 1 il 7 ay əvvəl paylaşılır. Və siz çalışın ki, bu paylaşılan tarixə diqqətlə baxasınız. Yeni paylaşılan faylları yükləndir. Çünki yeni paylaşılan fayllar bilavasitə ya burada yəni moderatorlar və s. olur. Yəni özüm araşdıranda məsələn qarşıma çıxdı ki, burada moderatorlar olur. Həmin moderatorlar bilavasitə faylları yükləyib özləri də yoxlayırlar. Yəni faylları özləri yoxlayırlar. Plus məsələn digər istifadəçilər də yoxlayırlar. Problem çıxdığı zaman da artıq bunu şikayət edə bilirlər. Yəni şikayət edildiyi təqdirdə də məsələn avtomatik bu silinir. Mən neçəsi qarşıma çıxıb ki, fake paylaşıbdı, ona görə də silinir. Məsələn
Şimdi mən yükləyirəm, baxıram məsələn, burada multi dil var, ya məsələn, başqa nə var? Məsələn, hə, mənim uyğundur. O 8 GB məndə, 8 GB RAM-ım var, nə bilim nə var. Boş yerə də baxıram, hə, hər şey mənim üçün okeydir, yükləyirəm. İlavatda seçdim bunu, yükləməyə başlayır. Bu hardasa təxminən, yəni sürətli yüklədiyinə görə mən normalda torrent edirəm. Məsələn, həm də təhlükəsizlik cəhətdən də belə deyərdim ki, yəni mən daha çox torrentdən yüklədiyim, yəni bu saytdan yüklədiyim bütün faylları güvənliyim üçün mən davası torrenti seçməyi üstünlük verirəm. Həm də sürət cəhətdən, yəni 2.16 adi girək bir istənilən bir Google Drive-dan və ya hər hansı 2 GB bir fayl qoyum yükləməyə, bunu qədər sürətli yüklənmir. Hətta nümunə olaraq burada da var, yəni dünən yükləməyə qoydum, heç bir yüklənmədi, yəni bunlar hamısı 2 GB-lık fayllardır. Bu hardasa bir yarım saata bu hələ yarısına gəlib çatmışdı. Halbuki yəni burada artıq 10 faizi getdi, o artıq 10'da 1 faizi getdi. Yəni, yükləndiyi zaman da bu tədqiqin də quraşdırılması barədə məlumat verirəm. Torrentdən fayl yükləməkdən çox biraz, yəni Adobe-ni necə yükləmək olar qrafik formada o videoya dönüm. Faylımız yüklənib qurtardı. Mən bunu quraşdıracağım. Bunu eləyən vaxtı əgər məsələn belə deyim də, diqqət etməli olduğunuz əsas məqam, təkrar deyirəm, daxil olun, yəni real zamanda yoxlanışı söndürün, daima söndürün. Giriş yeri təkrar göstərirəm. Fərq yoxdur, yəni belə deyək, ayarlara daxil oldu. Sazlamalar Azərbaycan dili. Gəldiniz bura, Windows təhlükəsizlik. Buradan açırıq Windows təhlükəsizlik birincisine daxil oluruq. Manage daxil oldu, yazdıqlarında yoxlanış. Bunu söndürü saxlayın. Yəni, quraşdırma zamanı tekrar yandırmağına söz yox. Çünki yəni, saxlamağımız məsləhətdir. Neyse, daxil oluq da 2 dəfə kilitləyirik. Açıldı, açılan baxdı. İndi burada maraqlı şeylər var. Gördüyünüz kimi daxil oluq bura. Disk formatında açılır. Autoplay seçdik. Yükləməni seçdik. Dil olarak yani Türk dili de olmalıdır ama deyəsən yox, bilmem. Yok. Bəzi versiyalarda Türk dili var ama bunda yok. Ola bilsin ki son versiyada 2023'te falan var deyəsən. Ama mən yüklədiyim 2024'te var idi əvvəlkindən. Neyse. Ama İngilizce seçmemiz məsləhəti nəyə görə? Çünki normalda nəsə lazım olduqda İngilizcəsində axtaracağımız üçün ən optimal variant əlbəttə İngilizce. Burada qeyd edeyim, burada gedib gəldi, ondan rahat olmayın. Fayllarımı sağ yazdığına görə çoxdurma və ya yeni bir faylama bölündüyünə görə polisə biz burada 3-cü bir diskimi açdığımıza görə olur. Yəni o gedib gəlməsi normalda da belə deyim, orijinal versiya yükləndə də olur. Yəni onunla rahatsızlığı yox.
bizim Premiere Pro'muz. Artıq işləyir. Şimdi projekt elədikdən sonra import proyekt adı test koyaq. Və budur. Aktivdir. İstədiyiniz kimi bu formada işlədə bilər. Növbəti videoda da çoxman Aster barədə video paylaşacağım. Aster'ı seçkini yükləmək lazım. Əslində eyni formada yükləmək olur. Sadəcə bunların hamısını sizə verəcəm. Hatta daxil olub oradan götürərsiniz. Amma bilavasitə linki verə bilməyəcəm. Çünki bu proyektlər özü təhlükəsiz kimi görsənir. Çünki crack faylar paylaşdığı üçün çoxu zaman belə deyim təhlükəli kimi göstərir saytı. Ona görə ayrıca bir sayt verəcəm. Həmin sayta daxil olub linklərin hamısı bir keçid edə bilərsiniz. Bu formada. Əlavə sualınız olsa rəylərdə bildirə bilərsiniz. Qeyd etmək istəyirəm ki, bu sürətli versiya və slow versiyalar formada olacaq. Sürətli versiyada hissə keçəcəm. Sürətli formada əgər biraz biliyiniz varsa baxıb eləyə bilərsiniz. Yox, əgər heç biliyiniz yoxsa, bunun ən uzun versiyasını qoyacağım. Başdan ayağa baxarsınız, yəni axıtınız olsa o formada. Sağ olun. Kofe al işarəsi qoyuncalar yazaraq da və vaxtında bir kofe ismarlaya bilərsiniz. Təşəkkürlər.